Anamanın tibbi təminatı yalnız mina hadisələri zamanı təxliyə və ilkin yardımla məhdudlaşmır. Mobil bazalar ilan, əqrəb sancmaları və digər təcili hallara qarşı da lazımi dərman vasitələri, o cümlədən ilan zəhəri əleyhinə zərdab ilə təmin olunur. Zəhərli ilan və ya həşəratların sancması zamanı xəsarət alan şəxsi agentlik tərəfindən Səhiyyə Nazirliyinin müvafiq kliniki protokolunda nəzərdə tutulmuş yardımlar olunaraq yaxınlıqdakı ixtisaslı tibb müəssisəsinə təxliyə olunur. Agentliyin bütün bazaları ilan zəhəri əleyhinə zərdabla və ilk tibbi yardım üçün zəruri olan dərmanlarla təmin edilmişdir. Mina təmizləmə dünyanın ən riskli peşələrindən biridir. Anam əməkdaşları icbari tibbi sığorta ilə yanaşı beynəlxalq standartlara uyğun olaraq fərdi qəza və könüllü tibbi sığorta ilə də təmin olunublar. Bu isə onlara dövlət və özəl tibb müəssisələrində müayinə və müalicə imkanları yaradır. Eyni zamanda bildirmək istəyirəm ki, fərdi qəza sığortasından sığortalanmış əməkdaşlar əgər səhhətində bir əlillik yaranarsa, bəbə hadisə baş verərsə, o zaman sığorta şirkəti tərəfindən onlara birdəfəlik nəzərdə tutulmuş vəsait verilir. Əgər səhhətində əlillik təyin olunmayıbsa, amma uzun müddət əmək qabiliyyəti olmayan vərəqi ilə bağlı müalicə alıbsa, həmin əməkdaşlara da müalicə olduğu günlərin sayına görə vəsait ödənilir. Təcili yardım maşınları daima hazır vəziyyətdə olur və tibbi heyət təhlükəsizlik protokollarına uyğun sürətlə hərəkət edir. Anama təkcə humanitar mina təmizləmə fəaliyyəti istiqamətində deyil, eyni zamanda insan həyatının təhlükəsizliyini təmin edən güclü tibbi dəstək sisteminə malikdir.